İmam Əli əleyhissalam əyləşib, xanım Zəhra salamullahi əleyhə buyurur ki, əmoğlu Əlican, niyə qəmlisən, niyə qüssəlisən? Buyurur ki, əm qızı Zəhracan, mən bu gecə bir yuxu görmüşəm. O yuxu məni çox narahat eləyir. Xanım Zəhra salamullahi əleyhə buyurur ki, əmoğlu Əlican, olar o yuxunu danışasan, mən onun yozumunu sənə izah edim, deyir, bəli. Buyurur, əm qızı Zəhracan, mən aləmdə gördüm bir əlimdə şəm-i rövşən, yanar şam var, bir əlimdə də Qur'an. Bilmirəm, nədən külək əsdi, tufan oldu. Əlimdəki yanar şam söndü, xamuş oldu. Qur'an da vərəq-vərəq hərəsi bir yana səpələndi. Xanım bunu eşidəndə başladı ağlamağa. Burada əm qız Zəhracan, niyə ağlayırsan? Burada əmoğlu Əlican, o şam mənəm, sənin evində bir işığa bənzərəm, bir çırağa bənzərəm. Atam Rəsulullah buyurub ki, əhl-i beytimdən mənə ən tez qonaq sən olacaqsan. Mənim ən birinci qonağım sən olacaqsan. Əmoğlu Əlican, çox çəkməz, mən dünyamı dəyişərəm, evin işığı sönər, evin çırağı sönər. Burada əm qız Zəhracan, bəs o Qur'an nə idi, vərəq-vərəq oldu? Burada o məndən sonra Həsənim, Hüseynim, Gülsümüm, Zeynəbim, anasız qalan o balalarım olar, yetim balalarım. Hər gecə hərəsi evin bir küncünə, bir tininə, hərəsi bir yana səpələnər. Mövla Əmirül-Müminin Əli əleyhissalam xanımdan bu sözləri eşidəndən sonra başladı ağlamağa. Buyurdu ki, əmoğlu Əlican, sən ağlama. Sənin Zəhron var, sənin Həsənin var, sənin Hüseynin var. İmam Həsənlə İmam Hüseynin əlindən tutdu. O pərvanə Şamın başına dolanan təki, burada əmoğlu Əlican, nə qədər əmin qızı Zəhra sağdı, qəm yemə.